Narkoz xəstəliyi ümumiyyətlə insan sağlamlığına ciddi təsir göstərir. Şişkinlik, ağırlıq, ağrı. Hətta bunu əməliyyat etmək belə olmur. Və ən qorxulusu odur ki, xəstə vaxtında müraciət etmədikdə həkimə, bəli, narkoz xəstəliyi ümumiyyətlə insan sağlamlığına ciddi təsir göstərir. Əsasən, onun dərəcəsindən asılı olaraq narkoz xəstəliyi aşağı ətraflarda şişkinlik, ağırlıq, ağrı. Lakin daha ciddi problemləri də yaradır. Məsəl üçün, aşağı ətraflarda trombun olması, tromboflebitin əmələ gəlməsi və bundan əlavə aşağı ətraflarda yaranın, yəni trofiki xoranın əmələ gəlməsi. Narkoz xəstəliyi nəticəsində aşağı ətrafda yaranan tromb və tromboflebit böyük bir ciddi problemləri gətirib çıxardır. Əsasən, aşağı ətrafda başlayır qızartı, şişkinlik, dözülməz ağrı və s. bu kimi problemlər. Və ən qorxulusu odur ki, xəstə vaxtında müraciət etmədikdə həkimə, o tromb və tromboflebit müəyyən bir kiçik sahədən daha böyük sahələrə yayılır. Məsəl üçün, daha yuxarı qalxmağa başlar, ayağın aşağı hissəsindən yuxarı hissəsinə. Və ən qorxulusu odur ki, bu artıq səthi venadan, yəni səthi damardan daha dərin damara keçib və orada dərin tromboz əmələ gətirə bilər. Və bu da daha böyük fəsadlara gətirib çıxardır. Ən böyük fəsad da ondan ibarət ki, aşağı ətraf daha da şişir, genişlənir, hətta bunu əməliyyat etmək belə olmur. Və bunun da ən böyük fəsadı nədən ibarətdir? Dərin venöz trombozda trombon qalxıb ağciyər arteriyasına düşməyi və xəstə üçün letallıq bir problem yarada bilər. Və buna görə də vaxtında həkimə müraciət etmək lazımdır, vaxtında yoxlanmaq lazımdır və vaxtında müalicə almaq lazımdır.